Bilirik ki, hazırki mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yollar isə üstəgəl orta dəhlizin rolu Alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və gələcəkdə daha maraqlı olacaq. Maraqlıdır, Almaniyanın prezidenti bu bəyanatı ilə hansı məqamlara işarə etmiş olur? Nəzərə alsaq ki, orta dəhliz Çindən gələn malların Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycana onun gəlişi və Azərbaycanın Avropaya nəqlini özündə etibar edən bir nəhəng nəqliyyat dəhlizidir və ən geniş perspektivə malik bir dəhlizdir. Və bu günləri Bakı, Tbilisi, Qars, dəmir yolu da həmin dəhlizin mühüm komponentlərindən birinə çevrilib. Və perspektivdə Zəngəzur dəhlizinin açılacağı reallıqda bu da əsas komponentlərdən, əsas elementlərdən birinə çevrilə bilər. Və Almaniya dövlətinin də bu dəhlizə xüsusi diqqət ayırması birbaşa və dolayısıyla rəsmi Berlinin Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunun və olacağının bir təsdiqi kimi də qiymətləndirilə bilər. Almaniya prezidentinin təbirincə desək, gerçəkləşən iki tərəfli görüş yeni ev tapşırıqlarının ortaya çıxması zərurətini yaratdı.